Günümüzdə YouTube sadəcə əyləncə vasitəsi deyil. O, bəzilər üçün bir həyat tərzi, digərlər üçün isə milyard dollarlıq bir imperiyadır. Bu imperiyanın ən böyük simalarından biri, bəlkə də birincisi, James Steven Donaldson, yəni Mr. Beast'tir. Mr. Beast 7 may 1998-ci ildə Amerikanın Şimali Karolina ştatında anadan olub. Kiçik yaşlarından texnologiyaya maraq göstərib. O, zəngin ailədən gəlmirdi. Sadə həyat yaşayırdı və internetin imkanlarından maksimum istifadə etməklə həyatını dəyişdi. Məktəbdə oxuyarkən belə YouTube videoları çəkməyə başlamışdı. Maraqlısı budur ki, o YouTube'a başladıqda nə bahalı avadanlıqları, nə də sponsoru var idi. Sadəcə ideyası və davamlılığı vardı. Mr. Beast 13 yaşında YouTube'a başladı. İlk dövrlərdə oyunlar haqqında danışırdı. Call of Duty, Minecraft kimi oyunlar çəkirdi. Kanalın adı əvvəlcə Mr. Beast 6000 idi. 6000 abunəçisi olanda Mr. Beast 6000 adlı mahnısını çıxardı. Lakin o, çox tez fərq etdi ki, təkcə oyun videoları ilə YouTube'da böyümək çətindir. Buna görə də kontentini dəyişdi. O, saatlarla YouTube'un alqoritmini, başlıqları, kliklənmə nisbətlərini araşdırdı. Baxış sayı yüksək olan videoların adlarını və səbəblərini təhlil etdi. Sanki YouTube'un kodunu açmağa çalışırdı. Bir müddət sadə, amma tamaşaçı marağı doğuran videolar paylaşmağa başladı. 2017-ci ildə yüklədiyi 100 minə qədər saymaq və ya 24 saat su altında qalmağa çalışıram kimi ekstremal və qəribə videolar viral oldu və izləyiciləri sürətlə atmağa başladı. Mr. Beast təkcə izləyici sayı yığmağa fokuslanmadı. Pul qazandıqca daha çox xərclədi. Onun videolarında milyon dollarlara mükafatlar, bahalı avtomobillər, evlər və hətta mağazaları boşaldıb insanlara hədiyyə etmə kimi səhnələri görmək olar. Bir videoda dostuna 1 milyon dollar verdi. Başqa bir videoda insanlara 100 avtomobil bağışladı. Digər videoda bütün şəhərə pulsuz yemək payladı. Bu səxavətli kontent həm insanlara ümid verdi, həm də Mr. Beast'i unikal bir brendə çevirdi. Yaxşı, bəs bu qədər pul ona hardan gəlir? Mr. Beast'in qazanc mənbələri çox şaxəlidir. YouTube reklam gəlirləri, kanala aylıq milyardlarla baxış toplayır və bu ona təkcə reklamlardan illik milyon dollarlarla qazanc gətirir. Sponsorluq razılaşmaları, Amazon, Honey, Shopify kimi nəhəng markalarla əməkdaşlıq edir. 2020-ci il açdığı Mr. Beast Burger Fast Food brendi artıq Amerika və dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. TikTok, Instagram və Shorts gəlirləri var. Hər platformada fərqli auditoriyalarla qazancını artırır. 2023-cü ildə Mr. Beast'in gəliri 82 milyon dolları keçmişdi. Mr. Beast universitetə daxil olsa da YouTube'a fokuslanmaq üçün oxumağı yarımçıq qoydu. Bəziləri buna risk desə də zaman göstərdi ki, bu onun həyatındakı ən doğru qərarlardan biri olub. Onun həyatı sadə qalır. O, bahalı həyat sürmək əvəzinə daha çox insana kömək etmək üçün çalışır. Komandası ilə birlikdə Team Trees və Team Seas adlı ekoloji layihələrə milyonlarla dollar ianə toplayıb. Mr. Beast uğurun sirri nədədir sualını isə belə cavab verir. 6 il ərzində heç bir nəticə görmədən video çəkmişəm, lakin heç vaxt dayanmamışam. Videoların analizinə günlərlə vaxt sərf etmişəm. Hansı başlıq, hansı görüntü daha çox baxış gətirir, onları incəliklə seçmişəm. O, qazandığı pulların 80%-ni videolarına xərcləyir. İnsanlara verdiyi hədiyyələr onu təkcə məşhur yox, hətta sevilən etdi. Bugün onun 389 milyon abunəçisi var. Mr. Beast sadəcə bir YouTuber deyil. O göstərdi ki, bir fikir, zəhmət və davamlılıqla milyonlarla insanın həyatını dəyişmək mümkündür.